Salam əziz izləyicilər, əziz məntiq sevərlər. Söz verdiyimiz kimi artıq bugündən LGS 14-ə qədər bütün videolarımız həm PDF şəklində, həm video şəklində sizin qruplarınıza yüklənəcək. Bugün Elsəvər Vəliyevin 4-cü 5-ci sinif videosu yüklənəcək. Sabah inşallah Elsəvər Vəliyevin 5-8-ci siniflərin videosu yüklənəcək. Deməli, başlayaq LGS 8-dən, lisey qəbul sınağı 8-dən, riyaziyyat hissəsindən. Birinci sualda deyir ki, riyaziyyat hissəsini səhv etmirəmsə yükləmişik. Ona görə başlayaq məntiq hissəsindən, çünki riyaziyyat hissəsi qarşıma çıxmışdı. Məntiq hissəsindən başlayaq. Deməli, ilk öncə onu qeyd etmək istəyirəm ki, qrupumuza qoşula bilərsiniz. Bir dənə kitabın izah videolu daxil, PDF daxil izahı 5 manat təşkil edir və qrupumuz Telegramdadır. Qoşulmaq üçün aşağıdakı əlaqə vasitələrini yaza bilərsiniz. PDF izah bu şəkildədir. Hər bir sualların necə izah verilirsə açıq şəkildə yazılışı da burada sizə təqdim olunur. Deməli, LGS 8-nin riyazi məntiq hissəsinə baxırıq. Riyazi məntiq hissəsində deyir ki, birincidə aşağıdakı fiqurlar hər biri sıfırdan və bir-birindən fərqli rəqəmləri əvəz edir. Baxın, qeyd edir, sıfırdan da fərqlidir, bir-birindən də fərqlidir. Verilən ifadənin ən çox neçə olar? Baxın, ən çox olması üçün çıxmadır. Çıxmadırsa, biz kvadratla dairəyə ən böyük rəqəmləri, üçbucaqla romba isə ən kiçik ədədləri verməliyik. Məsələn, mən kvadrata verirəm 9. Dairəyə verəcəm 8. Və çıxanda ən böyük rəqəm olması üçün ən yekə rəqəmlər verə bilmirik. Onda fərq ən az olur. Ona görə üçbucağa verirəm 1, dairəyə verirəm, romba verirəm 2. Nəyə görə 0 verə bilmirəm? Yuxarıda bizə işaret verir ki, 0-dan fərqlidir. Və 9 və 8 eləyəcək 72 çıxılsın 1 dəfə 1-in üstə 2, 3. O da eləyəcək 69 D variantı. Deməli, ikinci sualda. İkinci sualda deyir, aşağıdakı qutularda olan şarların sayı həmin qutuların üzərində yazılmışdır. Qutular arasında ən az neçə şarın yerini dəyişmək lazımdır ki, bütün qutularda şar eyni olsun. Aha. Mən burada səhv etmirəmsə, hər bir şarı, hər bir qutudakı şarı 9-a bərabər eləmişəm. Ona görə 16-dan bir dənəsini vermişəm bu 8-ə. Bir dənəsini vermişəm bu 8-ə. 5 dənəsini də vermişəm neçəyə? 4-ün üstünə. 16-dan cəmi olaraq 7 çıxanda 9 qalırmı? Hər birində 9-u tamamlayırammı? Bəli. Deməli 1, 1, 5. Cəmi mən burada neçə şarın yerini dəyişmişəm? 7 dənə şarın yerini dəyişmişəm. Üçüncü sualda deyir, ən böyük 4 rəqəmli ədəd ilə ən kiçik 2 rəqəmli ədədin fərqini tapın. Ən böyük 4 rəqəmli ədəd biz bilirik ki 9999-dur. Ən kiçik 2 rəqəmli ədəd isə 10-dur. Və bunu çıxanda deyir 9989 alınmalıdır. Yox, variant olaraq bu deyil. 89 C bəndi. Sonra 4-cü sual. Sonu 5 rəqəmi ilə qurtaran 100-dən kiçik natural ədədlərin cəminin son rəqəmi neçədir? Aha, sonu 5 rəqəmi ilə bitən deyirsə, biz bilirik ki 5, 15, 25, 35, 45, 55, 65, 75, 85, 95. 10 dənə sonu 5 ilə bitən ədəd var. Və cüt sayda olduğuna görə, məsələn 10 vurulsun sonu 5-dirsə, yəni 0 eləyəcək də, 50 eləyəcək onu 5-ə vuranda. Cüt sayda olanda sonu 0-la bitir. Tək sayda olanda sonu 5-lə bitəcəkdir. Əgər 9 dənə bu ədədlərdən olsaydı, məsələn 95-dən kiçik desəydi, sonu 5 götürürük. Çünki tək saydaydı. Ona görə 4-cü sualın cavabı olacaq A variantı. 5-ci sualda. 5-ci sualda nə deyir? 5-ci sualda deyir ki, bir rəqəmli, bir natural ədədin sağına 4 yazılaraq 2 rəqəmli A ədədi. Eyni ədədin soluna
4 yazılaraq 2 rəqəmli B ədədi əldə edilir. Deməli, bir natural ədədin sayına 4 yazılaraq hər hansı bir ədəddir x4 və eyni ədədin sonuna 4 yazılaraq 4x deyək. Bunların cəmi 121 edir. 21. Və deyək ki, A plus B 121 olduğuna görə A minus B fərqini tapın. Deməli, yəni bunların cəmi 121. 4-ün üstündən gəlsək 11 eləyər. X bərabər eləyəcək burada 7-yə. Düzdürmü? İndi bu ədədlərin A ədədi neçə? Bu A ədədidir, bu B ədədidir. Bu ədədlər deyil, neçədirsə bunların fərqini tapın. X-in yeni 7 yazsam, birinci ədədimiz olur 74 çıxılsın 47. O da bərabərdir. 14-dən 7, 7, 6-dan 4, 2. 27. Bunu bir də izah eləməyə qalsa bizdən nə soruşur? Ola bilsin qat-qarışıq oldu birinci hissə. Deməli burada deyir ki, bir ədəd götürürük və sağına 4 yazırıq. Və eyni zamanda bu A ədədinə bərabərdir. Bir ədəd götürürük, sonuna 4 yazırıq. Bu da B ədədinə bərabərdir. Və bunların deyir cəmi A ilə B-nin cəmi 121-dir. Mən buradan x-i 7 tapıramsa, A ədədimiz bizə verəcək 74, B ədədimiz bizə verəcək 47. Cavabımız deyəcək 27 A variantı. 6-cı sualda. Aşağıdakı üçbucaq işarəsi eyni bir rəqəmi əvəz edir. 3 üçbucaq, yəni baxın, bunu bu şəkildə fikirləşdiyinizdə bu şəkildə yaza bilərsiniz. İkinci hissəsini səhv yazdıq. 3bucaq 4. Deməli, bu da 111-dirsə, mən 3bucağa 7 yaza bilərəm. Düzdürmü? 7-ün üstə 4 gəlir 11, 1 yazırıq, 1 yadda. 3-ün üstə 7 gəlir 10, 1 də yadda 11. Sonra üçbucağın yerinə bu ifadədə 7 qoyuram. Olacaq 7 vurulsun. 7 çıxaq 1, 6 bərabərdir 42-yə. 42 də bizim B variantımızda var. İndi deyir ki, aralarındakı məsafə 30 metr olan A və B avtomobilləri düz bir yolda bir-birinə doğru hərəkət edirlər. A avtomobili 22 metr gedirsə, baxın artıq bu 22 metr gedir. B avtomobili isə 14 metr hərəkət etdikdən sonra, bax, bu 14 metr hərəkət edir, düzdürmü? 14 metr hərəkət edəcək. Bu 22 metr hərəkət edirsə, yolun sonuna çatmanı 8 metr qalıb. Düzdürmü? Deməli, bu 8 metr yolun sonuna çatma, B nöqtəsinə çatma məsafəsi qalıbsa, mənə deyir ki, B nöqtəsi 14 metr hərəkət etdikdən sonra dayanır. Avtomobillər dayandıqdan sonra aralarındakı məsafə neçə metr olacaq? Bu artıq sona 8 metr qalmış gedəcək. Bu da sondan əvvəl 14 metr gedəcək. Yəni bu 8-dədir. Baxın, bunu 30-dan götürək. 30-dan 22-yə gedirsə, bu gəlir 8-ə düşür. Bu da B nöqtəsi 0-dan başlayırsa, 0-dan 14-ə gələcək. 8 ilə 14 arasındakı məsafəni tapmaq üçün isə də 8-dən 14-dən 8-i çıxmalıyıq. 14-dən də 8-in çıxanda qalacaq cavabımız 6. Bu 0 nöqtəsindən başlasaq, 30 nöqtəsindən başlasaq, geri qayıtsa, bu 8 nöqtəsinə gələcək. Birinci də 0-dan 14 nöqtə məsafəsinə qayıtsa, 14-ə gələcək. 14 ilə 8 arasındakı məsafədə 6 edəcək. Deməli, növbəti misal, 8-ci sualımız. 8-ci sualda deyir, 6-dan kiçik bütün rəqəmlərin hər birindən bir dəfə istifadə etməklə yazıla biləcək 2-3 rəqəmli ədədin cəmi ən çox neçə olar? Baxın, mən bunu bu şəkildə yazdım. 6-dan kiçik deyirsə 5, 2 ədəd deyir. 5, 4, 3, 2, 1, 0 formasında yazdım. 6-dan kiçik bütün rəqəmlərin hər birindən bir dəfə istifadə etməklə yazıla biləcək 2-3 rəqəmli ədədin cəmi. Baxın, mən nəyə görə, məsələn 5, 4, 3 şəklində də yaza bilərdim. Sadəcə cəm böyük olması üçün toplananların yüzlük mərtəbələrini böyük götürməliyik, onluq mərtəbələrini böyük götürməliyik. Burada da cavab eləyəcək D variantı. 9-cu sual. 9-cu sualda deyir ki,
ABCD müxtəlif rəqəmlərdir. A plus B plus C A plus B bərabərdir C olduğuna görə ən kiçik ABC 3 rəqəmli ədədin rəqəmlərinin hasili neçədir? Ən kiçik deyirsə ABC-yə kiçik rəqəmlər qoyuram. 1, 2 bərabərdir 3-ə. 123 ədədinin rəqəmləri hasildə eləyəcək 6 B variantı. 10-cu sualda deyir 55 metrlik düz bir yolun hər iki tərəfinə 5 metr məsafə ilə ağac əkilir. Baxın 5 metr məsafə ilə ağac əkilirsə, birinci ağac əkiləndən növbəti 5 metr sonra ikinci ağac əkilir. Həmişə 55-i bölün 5-ə alınır 11 plus 1. Çünki birinci ağac 55-in daxilinə getmir. 12. Hər iki yolun hər iki tərəfinə əkildiyinə görə 12'nin üzerine de 12 gəlir, yeriyir 24 C bəndi. 12-ci sual. Ardıcıllıqda 4-cüdən etibarən hər bir ədəd özündən əvvəlkinin son 3 ədədin cəminə bərabərdir. Yəni A bərabərdir nəyə? Hər 3 ədəd. Özündən əvvəlki son 3 ədədin cəminə bərabərdir. Aha. Deməli, burada A bərabər eləyir neçə? 9-a bərabər olmaq üçün 1-in üstə 3 gəlirik 4, 4-ün üstə 5 gəlirik 9. 17, 3 üstə gələk 5, 8 üstə gələk 9, 17. B-yi tapmaq üçünsə mən yazıram buradan hamısını. 3 plus 5 plus 9. Yox. B-yi tapmaq üçün belə yazmırıq. 5 plus 7 5 plus 9 plus 17. 14, 17. B yiyəcək 31. Kənardan B yerdən qeyd edək. A bərabər elədi 5-ə. B bərabər elədi 31-ə. C'yi soruşursa C bərabər 9 üstə gələk 17 üstə gələk 31-ə. Eləyəcək burada 26, 31, 7, 57. C bərabərdir 57-yə. D bərabərdir 17 plus 31 plus 57. 17-nin üstə 31 gələndə 8, 48. 57 gələndə 15 bir yadda 9, 10. D də bərabərdir 105. Və məndən D ilə C-nin fərqini soruşur. Yəni 105 çıxılsın 57. Eləyəcək 8, 48 B variantı. Sadəcə bizə verilən qayda ilə misalımızı tapmış oluruq. 12-ci sualda deyir 2, 4, 6, 8, 2, 4, 6, 8 ardıcıllığında ilk 40 ədədin cəmini tapın. Bunu tapmaq üçün biz nə edirik? İlk öncə rəqəmlər 4 ədəddən bir təkrarlanır. Ona görə mən 40-ı bölürəm 4-ə. Bərabər edəcək 10. Yəni bu ifadə 10 dəfə təkrarlanacaq. Və birinci təkrarlamanın, birinci davam etmənin cəmi neçədir? 2, 4, 6, 12, 20. Birinci hərəkətdə 20-dirsə, 10 vurulsun 20 bərabərdir 200 eləyəcək. Ümumi 40-cı ədədin cəmini tapın deyir. İlk 40 ədədin cəmini tapın deyirsə, cavabımız eləyəcək 200. Sonra 13-cü sualda deyir yazılışlarda 0 rəqəmi olan 111-dən kiçik neçə natural ədəd var? Aha. Yazılışında 0 rəqəmi olan neçə 111-dən kiçik natural ədəd var? Mən burada yazdım hamısını. 110, sonra başladıq 109, 108, 107, kiçik 0 rəqəmi 111-də kiçik neçə natural ədəd var? 100, məsələn 6, 105, 104, 103, 102, 101, 100, ondan sonra gələcək 90, 90. 0 rəqəmi 90, 80, 70, 60, 50, 40, 30, 20, 10.
1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20'den. Bu şəkildə sayırıq və ədəd böyük deyilsə, hər hansı bir qayda çıxartmağa ehtiyac yoxdur. 120 dənə 111-dən kiçik 0 rəqəmi olan ədədlərimiz var. 14-cü sualda. 14-cü sualda deyir ki, Leyla, Ramiz, Xalidə, Nuray Fəridin yaşları ilə bağlı. Baxın, mən burada yazıram, baş hərflərini yazıram. Leyla, biraz uzaqlaşdıraq. Leyla, Ramiz, Xalidə, Nuray, Fərid. Deyir ki, Leyla Ramizdən 1 yaş böyükdür. Ben bu Ramizə x deyirəm. Leyla Ramizdən 3 yaş kiçikdir. Leyla Ramizdən 3 yaş kiçikdirsə x çıxar 3'dür. Düzdürmü? 3 yaş kiçikdir. Fərid Ramizdən 1 yaş böyükdür. Fərid x plus 1'dir. Xalidə Leyla'dan 2 yaş böyükdür. Xalidə Leyla'dan 2 yaş böyükdürsə x plus 5 olur. Düzdürmü? 2 yaş böyükdür. Sonra deyir ki, Nuray Leyla'dan 2 yaş kiçikdir. Olacaq x çıxaq 1. 2 yaş kiçikdirsə çıxaq 5 olacaq. Çıxaq 5. Və mənə deyir ki, buna görə ən böyüklə ən kiçiyi tapın. İndi biz bir dənə ədəd verək. Amma Ramizə elə bir ədəd verək ki, ondan 3 çıxmaq mümkün olsun. Mən Ramizə ən kiçik ədəd 5 deyirəm. Ramizə deyirəm 5. Baxın, buradan yazamam. Ramizə deyirəm 5. Leyla Ramizdən 3 yaş kiçikdirsə, Leyla olur 2. Düzdürmü? Leyla olacaq 2. Fərid Ramizdən 1 yaş böyüksə, Fərid olacaq 6. Leyla olacaq 2, Fərid olacaq 6. Xalidə Leyla'dan 2 yaş böyükdür. Xalidə olacaq 4. Nuray Leyla'dan 2 yaş kiçikdir. Nuray da olacaq 0. Düzdürmü? Aha. Deməli burada ən böyüyümüz 6 yaşında Fəriddir. Ən kiçiyimiz isə 0 yaşında Nuraydır. Olacaq Fəridlə Nuray. Bu tip məsələlərdə ilk öncə qeyd edirsiniz adlarını. Sonra verilənlər, əgər mümkünsə tənlik formasında yazırsınız. Mümkün değilsə özünüzdən rəqəmlər qoyursunuz, amma baxırsınız ki, şərtlərimizi ödəyən rəqəmlər olsun. Və bu şəkildə cavablarımızı tapırsınız. 15'te deyir ki, rəqəmləri hasili 60 olan neçə 3 rəqəminin natural ədəd var. Aha, baxın, bu misalda necə tapırıq? 60'ın bölənlərini tapırıq. 60'ın bölənlərini tapırıqsa, deməli 2'yə 30, 2'yə 15, 3'ə 5, 5'ə 1. 2 üstündə 2 vuraq, 3 üstündə 1 vuraq, 5 üstündə 1. Və biz bu ədədin natural bölənlərin sayını tapırıq. O deyəcək 12. Yəni rəqəmlər hasili 60 olan 12-dən 3 rəqəmli ədədimiz var. Deməli, Legacy 8 riyazi məntiq hissəsi bu qədərdir. PDF hissəsi gördüyünüz kimi aşağıda var. Əgər qrupa qoşulursunuzsa, 5 manat ödəyirsinizsə, həmin qruplarımızda bunlar mövcuddur. Yox, əgər tək olaraq Legacy 8-i və yaxud da Legacy hansısa nömrələri istəyirsinizsə, bir dənə Legacy-yə 2 manat ödəməklə əldə edə bilirsiniz. Əlaqə vasitələrimiz aşağıda qeyd olunub, bizlə əlaqə saxlaya bilərsiniz. Növbəti Legacy 9-da inşallah görüşərik.